İnformasiya müharibəsi nədir? Bugün bunun əsasını biz müzakirə etmək istəyirik. Ümumiyyətlə bu günləri artıq topsuz, tüfəngsiz, silahsız bir müharibəyə qədəm qoyuruq. Çox sofistik deyərlər, yəni ağıllı, həm də çox bic bir müharibə tərzinə artıq biz inteqrasiya edirik. Hansı ki, bunu xüsusən də biz müşahidə edirik ki, böyük dövlətlər kiçik dövlətlərə və yaxud hansısa regionlara qarşı bir silah kimi istifadə edirlər. Əlbəttə bu informasiya savaşının da müəyyən onun elementləri vardır ki, həmin elementlər məsələn narrativlərin yayılması kimi sosial media üzərindən və yaxud da bot və yaxud texnoloji bir hansısa bir formada bu cür müharibələri ölkələrə qarşı həyata keçirirlər. Əlbəttə, misal olaraq biz bunu həm Azərbaycana qarşı da biz Rusiyanın hazırladığı bəzi o informasiya müharibəsində biz misal çəkə bilərik. Vətən müharibəsi dönəmində Azərbaycana qarşı hazırlanan həmin taktikaları biz misal gətirə bilərik. Və istərdim ekspertlərlə, burada toplaşan insanlarla bunu bilik insanlar, bilim adamları ilə müzakirə eləyək. Əlbəttə, sözü birinci olaraq Müşfiq müəllimə vermək istəyərdim. Təşəkkür edirəm. Həqiqətən vacib məsələdir, çox vacib məsələdir və son günlərdə baş verən bir neçə hadisə göstərdi ki, bunun üzərində daimi olaraq, intensiv olaraq bir iş aparmaq lazımdır. Mən də deyəcəm nəyi nəzərdə tuturam. Əslində, informasiya müharibəsi tarixən həmişə olub, amma bugün üçün biz niyə dəyişir? Çünki elə mexanizmlər yaradılıb ki, informasiya müharibəsini daha sərt, daha şiddətli və daha qəddar formada aparmaq üçün yeni mexanizmlər ortalığa çıxıb. Bu nədir? Məsələn, götürək yeni media alətlərini. Tutaq ki, bundan əvvəl məsələn də tutaq ki, aparılırdı ənənəvi media üzərində. Məsələn, BBC bir xəbər yayırdı, bir dezinformasiya, amma onun gəlib cəmiyyətin bütün strukturlarına çatmaq üçün müəyyən bir maneələr var idi, yəni bariyerlər var idi. Yaxud da ki, mexanizm yox idi ki, məsələn, Azərbaycan hansısa rayonda oturub hansısa bir kənddə olan adamın onu dinləməsi imkanları məhdud idi. Amma bu gün rəqəmsal platformalar, belə deyək ki, imkan verir ki, həmin o dezinformasiya hər bir evə, hər bir ocağa, hər bir ucqara çatsın. Mən də statistikan deyim, son tədqiqatım onun üzərindədir, qısanı deyirəm məsələn. İndi o beynəlxalq akademik mərkəzlər göstərirlər ki, bugün dünyada istehsal olunan informasiyaların 80%-i fake xəbərdir, yəni bunu bilirik. O fake xəbərlərin 66%-i sosial şəbəkələr üzərindən yayılır, həmin o 80%. Yəni bu deməkdir ki, 66% məhz bu platformaların üzərindədir. İkinci bir rəqəmi deyirlər, sosial şəbəkə digər kommunikasiya vasitələrinə nisbətən həm informasiyanı, həm dezinformasiyanı 3 dəfə daha sürətlə yaya bilir. Yəni, həm kəmiyyət baxımından çoxdur, həm sürətlilik baxımından belə deyək ki, daha sürətlə yayır. İndi dünyanın bir sıra ölkələrində bu problemin qarşısını almaq üçün müəyyən modellər hazırlayırlar. Məsələn, elə dünən məsələn Fransa, Almaniya hökumətinin bir birgə müraciəti var Avropa İttifaqına ki, məsələn onların rəqəmsal xidmətlər aktı var da Avropa İttifaqı səviyyəsində. Məsələn o aktda bəzi yeniliklər eləmək istəyirlər ki, məsələn dezinformasiya ilə konkret 3 məqam qoyublar. Bir dezinformasiya ilə mübarizədir. Bir manipulyativ informasiyaların ümumiyyətlə qarşısının alınmasıdır. 3 seçkilər dövründə kənar müdaxilələrin, rəqəmsal platformalar üzərindən kənar müdaxilələrin qarşısını almaq üçün olan bəndlər həmin aktda, yəni rəqəmsal xidmətlər aktında daha da kəskinləşdirilsin və kəskin mübarizə aparsın. İndi onların özünün, məsələn Almaniyanın, Fransanın özünü bilirsiniz ki, sosial şəbəkənin tənzimləməsinə bağlı xüsusi qanunları var. Amma onlar hesab edirlər ki, bu tənzimləmə qanunları artıq yetərli deyil. Ümumilikdə Avropa üçün nəzərdə tutulmuş o rəqəmsal xidmətlər aktının özündə bir kəskin müddəalar qoyulması lazımdır. Vəziyyət niyə bu yerə gəlib çatıb? Yəni onları məcbur edən məsələ nədir? Dostlar, bir təhlükəli məqam var. Mən giriş sözümün əvvəlində dedim ki, bu günlərdə baş verən hadisələr. Bilirsiniz, 3 gün bundan əvvəl ümumi beynəlxalq səviyyədə onlayn saytların bir çökmə məsələsi baş verdi. Bu bir texniki məsələ idi. Bu indi sırf mütəxəssislər dedilər ki, bu texniki məsələdir. Amma bu cür hadisə neçə dəfədir baş verir? Məsələn, 2023-cü ildə WhatsApp sosial şəbəkəsi bir neçə gün ərzində tamamilə susdu. Amma bir var məsələnin texniki tərəfi, bir də var ora kənar siyasi müdaxilələr.
Və məsələn götürək tutaq ki Amerikada bu ilin əvvəllərində Trump gələndən sonra məsələn TikTokun fəaliyyətini ümumiyyətlə dayandırmaq haqqında onun 150 gün müddətində ya 190 gün müddətində dayandırmaq səlahiyyəti var və s. İndi məsələ oradadır ki, gəlin baxaq Trumpın özünün o digər sosial şəbəkə platformaları ilə uzun illərdir davam edən davasına baxaq. Məsələn, adam 2021-ci ilin o inaqrasiya məsələsində bir kəlmə tutaq ki də rəqib tərəfin xoşuna gəlməyən ifadə işlətdiyinə görə Facebookda, Twitterdə və s. buna qarşı bir blok qoydular və neçə illərdir ki, o blok davam edir və adam məcbur oldu gedib özünün o Truth Social şəbəkəsini yaratmağa məcbur oldu. İndi bu Amerikadır, bu Trumpdır, bunun gücü var, imkanı var, müəyyən işlər görə bilir. Tutaq ki, eyni bloklama hadisəsi, eyni monopol yanaşma, tutaq ki, Avropanın hansısa dövlətinə qarşı baş verdi və Azərbaycana qarşı baş verdi. Biz onda nə edəcəyik? Məsələ oradadır ki, bütün bu rəqəmsal platformalar, sosial şəbəkə platformaları və s. hamısı bilirik ki, sonucda 5-6 o texniki nəhənglər deyilən şirkətlərin əlində cəmləşir və onların əlində bir monopol yanaşma imkanları var. Bunlar istədikləri vaxtı istənilən ölkəni belə deyək ki, o təhdid edə bilərlər. Məsələn, Avstriyada bilirsiniz ki, belə bir hal baş verdi. Məsələn, 18-ci ildə Almaniya sosial şəbəkələrin tənzimlənməsi ilə bağlı qərar verəndə, onların qarşısında müəyyən hesabatlıq qoyanda uzun müddət onların arasında çəkişmə getdi. Amma Almaniya bazarı böyük bazardır. Məsələn, 80 milyon yaxın əhalisi var və belə deyək ki, o sosial şəbəkələr orada böyük bazar, böyük gəlir olduğu üçün müəyyən güzəştlərə getmə məcbur olar. Amma eyni addımı məsələn Avstriya atanda indi onun əhalisi azdır, bazar burada balacadır. Bilirsiniz, bir neçə gün ərzində orada sosial şəbəkələrin yerli segmentin o böyük nəhənglər blokladılar və bir informasiya böhranı yaratdılar. Axırda məcbur oldu ki, Avstriya özünün o addımlarını geri atıb məhsulların diktəsinə razılaşma. İndi bu təhdidlər nə qədər ölkələri gözləyir? Məsələn, ekstremal vəziyyətlərdə onlarla, o texnoloji nəhənglərlə belə deyək ki, müəyyən maraq toqquşması olanda, necə ki, Trumpla oldu aralarında və s. Biz hansı addımlar atacaq? Biz deyəndə mən təkcə Azərbaycan nəzərdə tutmuram. Ümumiyyətlə, o əhalisi az olan və belə deyək ki, reklam və auditoriya baxımından o sosial şəbəkələr üçün belə deyək də çox da maraqlı görükməyən ölkələr. Bizim hansı təzyiq mexanizmlərimiz var, hansı təzyiq metodlarımız var ki, onlara sabah edək və kim qarantiya verir ki, sabah hər hansı bir siyasi marağa görə Azərbaycanın yaxud da ki, başqa bir dövlətin ekstremal vəziyyətində onlar bu cür indi dünənki kimi texniki baxımdan yox, şuuru şəkildə bir problem yaradıb informasiya məkanına müdaxilə etməyəcəklər, yaxud da ki, onu pozmayacaqlar. Bu cür bu hibrid müharibənin xüsusilə onun qolu olan bu informasiya savaşının getdikcə çox təhlükəli formaları ortaya çıxır. Son zamanlar narrativlər elə formalaşdırılır ki, həm deepfake-lər, həm narrativlər ki, onlar çox emosional və inandırıcı səslənir və bir növ digər tərəfləri də buna inandırmağa çalışırlar. Bu bir belə deyək, smart yanaşmadır, amma bunun da qarşılığı olaraq əlbəttə buna qarşı bir belə deyək, alətlər mövcud olmalıdır, buna qarşı bir təzyiq vasitəsi olmalıdır, hansısa bir formada, texnoloji cəhətdə. Misal üçün, bir zamanlar biz kompüterlər hələ təzə çıxanda orada antiviruslar meydana gəlirdi və viruslara qarşı antiviruslar. Yəni bir növ bir ticari artıq burada dinamika yaranırdı ki, virusları hazırlayanlar və onlara pul qazandıranlar. İndi bu günləri biz yeni bir bəla ilə üzləşirik, belə deyək. Bu yalanları ifşa edəcək hansısa bir konkret toolsların hazırlanması, yəni alətlərin hazırlanması. Sualım ondan ibarətdir ki, biz bunun ətrafında necə ağıllı, smart formada işləməliyik ki, bunların qarşısını aça bilək və ifşa edib faş edə bilək dünyaya ki, həqiqətən də bunlar yalanlardır. Biz bunu dəfələrlə görmüşük. Misal üçün elə Azərbaycan-Qarabağ savaşı ilə bağlı. Mən yenə də regional köklənirəm daha çox, amma bundan çox misallar gətirmək olar. Yəni daha beynəlxalq səviyyədə. Amma bizim haqqımızda məhz elə biz misal üçün xatırlayırsınızsa videoların hazırlanması, hansı ki Gəncənin vurulması, amma bunun başqa bir ermənilərin güya qırğın belə deyə soyqırımına məruz qalması kimi göstərilməsi, bu videoların təhrif edilməsi və bunun artıq bir çox ölkələrdə təsir effektinə yaratması ki, Azərbaycan öldürən, qıran tərəfdir, soyqırımı törədən tərəfdir.
Yəni bu həqiqətən də inandırıcı bir göstərməyə çalışır. Amma biz bilirdik bunu. Çünki Azərbaycanlı olaraq biz artıq ölkənin daxilində olaraq bundan xəbərdarıq, amma digərləri bundan xəbərdar deyil. Bəs nə etməliyik ki, bu cür narrativləri biz asanlıqla ifşa edək? Hansı texnologiyalardan istifadə edə bilərik? Sizin sualınızda müəyyən cavabın elementləri var. Siz deyirsiniz ki, biz bilirdik, amma başqalarına bu təsir eləyirdi. O fərq nədən ibarətdir? Ona görə ki, biz artıq o real təbliğatla rastlaşmışıq. Reallığı bildiyimizə görə o bizə hazırlanan materialları o saat fake olduğunu müəyyən edə bilmişik. Amma başqa auditoriya, dünyada olan auditoriya bunu normal hal kimi qəbul edir. Deməli, onlarda çatmırdı düzgün məlumat. Bax, bu birinci kökdür. Bilirsiniz, bu fake material məlumatdan hazırlanması, bu təbliğat təzə bir şey deyil. Biz indi tədbirdən əvvəl müşfiqlərlə müzakirə eləyirdik. Bir-iki məsələni mən xatırlatdım. Bunun çox böyük tarixi var. Məsələn, Ermənistan-Azərbaycan məsələsi. Vaxtilə bu erməniləri Cənubi Qafqaza gətirəndə, onları Rusiya imperiyası və sonra xaricdəki olan böyük dövlətlər Türk birliyinə qarşı istifadə eləmək üçün təbliğat aparmalıydilər. Və bu təbliğat üçün o zaman nə qəzet var idi, nə internet var idi. Onlar nəyi seçdilər? Onlar seçdilər kilsəni. İlkin olaraq kilsəni ələ almaq üçün onlar erməni kilsəsinə təklif də verdilər ki, gəlin bu Azərbaycanla bağlı bizim bu siyasətimizi həyata keçirdin, Türkiyədə bu prosesdə həyata keçirdin. Biz də sizə Azərbaycan ərazisində olan Alban kilsələri bağışlayaq, onu erməniləşdirək və s. və s. Və o vasitələ ilkin başladılar. Yəni Allaha inam, Allaha inamdan güclü o dövrdə insanlarda başqa inam yox idi. Yəni o vasitə ilə Allahın adından onlara yeritdilər ki, türklərsin düşmanlarımız, Azərbaycanlılarsin düşmanlarımız. Keçən növbəti mərhələyə. Yəni elementləri göstərirəm ki, Sovet dövrü. Məsələn, biz onu müzakirə eləyirdik. Birdən-birə Sovet dövrünün ideologiyası internasionalizm. Yəni millətlər arası heç bir şeydən yoxdur. Doğrudan da beləncə bir ideologiya var idi Sovet dövründə. Görüntüsü var idi. 1967-ci ildə İrəvanın mərkəzində qərar verilir ki, böyük bir abidə, genosidlə bağlı abidə tikilir. Bu erməni kimdir bunun qərarını verə bilər? Sovet dövründə sən daşın üstünə qoyanda politbürodan icazə almalıdır. Mən onu araşdırdım və tapdım ki, deməli Dövlət Təhlükəsizlik Komitəsinin sənədinə əsasən, spravkasına əsasən politbüroda qərar verilib buna. SSR politbürosu bunu qərar verib. Niyə? Baxın görün, məsələn, Türkiyə yeganə NATO ölkəsi idi ki, SSR-lə qəsarəti var idi və o zaman qısa bir vaxt keçmişdi Karib krizisindən. Yadınızdasa Karib krizisi nədən başladı? Türkiyə ərazisində Amerikan raketləri yerləşdirilməsi. Sonra güc nümayişi getdi hər iki tərəfdən, SSR geri çəkildi və başa düşdü ki, artıq Türkiyə ilə güc vasitəsilə danışmaq mümkündür. Gəlin gücləndirək ideolojini. İdeolojini gücləndirmək nə üçün? Gəlin erməni xalqı, axı biz ənənəvi olaraq bizim buferimiz olub. Gəlin bunu yenə də istifadə eləyək. Gəlin bu gücləndirək. Niyə? Abidəni qoyaq. Cavan uşaqlar, balaca uşaqlar məktəbdən gətirsinlər, göstərsinlər ki, abidə baxın, türklər sizi qırırdı. Beyinə yerləşdirilmə. Bax, bu təbliğatın ikinci növü. İndi yəni hər mərhələnin bir təbliğat növüdür. Bu yaxında da bir film var idi, Rusiya inqilabı ilə bağlı. O Almanlarla Leninin danışıqlarından çox maraqlı film idi. Orada hazırlıq mərhələsi inqilab üçün xeyli pul ayırırdılar vərəqələrə. Vərəqələrin paylanmasına Sovet dövrü, Rusiya imperiyası arasında. Yəni o vaxtı güclü vasitə vərəqə idi. Yəni hər dövrün bu günləri güclü vasitə budur. Niyə? Buna görə ki, bu hər birimizin cibində var və bütün əvvəlki vasitələrdən fərqli olaraq bunun üstünlüyü ondan ibarətdir ki, bu qısa bir müddətdə ani halda böyük kütləni ələ ala bilir. Yəni istənilən siz deyib məlumat maraqlı olsa, o belə deyirlər də şəbəkədə viruslaşır. Viruslaşan kimi paylaşır, bir də görürsən 1 milyon, 2 milyon insan baxdı ona. Yəni onu elə professional hazırlayırlar ki, maraqlı olsun. İndi bu günləri mütəxəssislərin çoxları düşünürlər ki, mən material necə hazırlayayım ki, çox baxışı olsun. Məsələn, süni intellektlə bağlı bugünkü gün bizə qarşı böyük təbliğat görür. Gizlində ki, Rusiya tərəfində. Açırsan YouTube-u, görürsən ki, ada, nə bilim, Gəncə dağıldı, ala Sumqayıt qırıldı, ada Bakıda filan. Baxırsan, görürsən ki, o saat baxan kimi
Biz baxan kimi başa düşürük. Ən azından bir şəxsi belə öldürüb dirildirlər Hə, təzədən. 3-4 saniyəyə qədər biz baxırıq. Amma gəlin düşünək, niyə biz tapa bilirik bu cavabını ki, bu süni intellekt qalanları tapa bilmir? Bəlkə biz axtardığımız o mübarizənin cavabı oradadır. Bəlkə biz bütün bizim kütləmizi, bütün baxıcılarımızı elə bir hazırlayaq ki, onlar da baxan kimi ayısınlar. Burada bir məsələ də var. Burada qərəz məsələsi də var. Misal üçün insan övladı elə bir xarakterə malikdir ki, əgər qərəzlidirsə, onu ürəyində bilsə də bu yalandır, bəzən onu doğru kimi qəbul edir. Özündə hipotetika bir formalaşdırır. Amma biri də var ki, sualımız əsas məğzi olmalı var ki, bu texnologiya hansı ki, bir dəqiqə ərzində milyonlarla insana bu feyk xəbəri çatdırır. Amma bu feyk xəbəri təsdiq edəcək hansısa bir alət olmalıdır ki, bunu həqiqətən, necə biz kağız əskinazlardan istifadə edirik, bəli, bunu heç kimsə özünə aldada bilməz. Heç kim aldada bilməz. Bu kağız əskinaz saxtadır və bunun saxtalığını təsdiq olunur artıq. Amma bəzən informasiyanı insanlar yalan da olsa udurlar rahatca. Bəli. Amma bunu isə həqiqətən saxtalığını təsdiq edəcək bir Mexanizm olmalıdır ki, Bəli. məhz elə onu biz... Mən razıyam sizin, əlbəttə ki. Amma gəlin baxaq da, biz indi bu rastlaşdığımız bu fake müharibənin ilkin mərhələlərindəyik də. Bax, siz bundan əvvəl düz virus çıxdı, ondan sonra antiviruslar çıxdı. Yəni viruslar çıxandan sonra, antivirus çıxana qədər müəyyən dövr var idi də. Yəni insanlar düşündülər, bunun üstündə fikirləşdilər ki, bunun qarşısını almaq lazımdır. Artıq antiviruslar başladılar düzəltməyə və s. Sonra o keçdi biznesə, siz dediniz kimi. Bax, indi də cəmiyyətdə rastlaşıblar bu ilə, fikirləşirlər. Müəyyən dövr keçəcək, bu ilə də bağlı, məsələn, həmən o süni intellekt də bir proqramlar yazılacaq, onun fake olduğunu müəyyən edə biləcək. Yəni, süni intellekt üçün nədir ki, bu materialı götürür, ümumi internetdə olan real materialla müqayisə eləyir, çıxadır ki, məsələn, 70% bunun materialı saxtadır, 90% bunun materialı saxtadır. Və həmən o sosial şəbəkələr buna bir müəyyən şey qoyur. Bax, məsələn, mən bu YouTube-da, indi bu Instagramda hərdən birdən bu kliplər zətlər qoyuram musiqidə. Qoyuram, bir də görsün mənə gəlir ki, sizin musiqiniz filan deməli, müəllif hüququnu pozur, ona görə sizi bloklayırım. Yəni, belə mexanizm var artıq ki, musiqi ilə var. Amma bu deep, fake xəbərlərlə də çox güman ki, bunun perspektivi var, bunu düşünməli. Sadəcə olaraq bunun ətrafını düşünməli, müşvəlliyə də, bax, bu ilə bağlı, məsəl üçün, Avropa Birliyində çox işlər görülür, qanunvericilik falan. Amma Avropa bürokratiyası həddindən çox böyükdür ki, bunu müəyyən eləsin. Biz Rusiya eləyik, Çində məhdudiyyətlər var, öz TikTok'unu genişləndirirlər. Məsəl üçün, Amerika gördünüz ki, Trump TikTok'u məhdudlaşdırır. Nə üçün? Amerikanlar ona görə ki, bu TikTok Çinin təbliğatını gətirib çıxadır ora. Bu baxımdan düşünürəm ki, vaxt keçdikcə bu olacaq. Amma o ki, qalır bizim üçün, balaca ölkələr üçün, əlbəttə ki, bizim üçün çox çətindir və çox təhlükəlidir. Birdən-birə siz düzgün qeyd elədiniz ki, bu sosial şəbəkələr 3-4 ailənin, 3-4 maqnatın əlindədir və onlar biz Sorosla rastlaşmışıq da, Sorosun əlində kifayət qədər vasitə olanda, Soros o vasitəsilə, məsəl üçün, müxtəlif ölkələrdə, müxtəlif gənclər təşkilatı, müxtəlif layihələr, çox vaxtı siyasətdən fərqli, uzaq layihələri maliyyələşdirirdi, özü üçün bir baza yaradırdı, sonra o baza vasitəsilə öz siyasətini o ölkədə keçirdə bilirdi və nəticələri də əldə edə bilirdi. Bu günləri isə o sosial şəbəkələr kimin əlindədirsə, onlar da bunu eləyə bilər. Yəni, hesab edirəm ki, dünya səviyyəsində müəyyən bu qanunvericiliklərdə də bu öz əksini tapmalıdır. Hansı formada çox çətindir demək. Hesab edirəm ki, əvvəlki o ənənəvi qanunvericilik, məsələn, BMT çərçivəsində filan, onlar işləməyəcək. Ona görə biz rastlaşdığımız bu məsələ, bu trans sərhədləri keçmiş bir sistemdir. Yəni, bir dövlətin qanunvericiliyi ilə, hansısa iki dövlətin qanunvericiliyi bunu məhdudlaşdırmaq çox çətindir. Məsəl üçün, maliyyə bazarında biz görürdük də, maliyyəni ki, məhdudlaşdırdılar, o saat müxtəlif afşorlar yaranmağa başlandı. Afşorlar açılandan sonra gördünüz ki, artıq deməli, elektron maliyyə pulları yarandı, elektron pullar vasitəsilə güclü yollar keçir. Yəni, hesab edirəm ki, bu ilə də hansısa bir tədbirlər olacaq. Amma bizi üçün, mən düşünürəm ki, birinci növbədə ən operativ, bizim əlimizdə vasitələr olmalıdır ki, ölkə daxilində çox ölkəmiz üçün, dövlətçimiz üçün təhlükə yarananda bunun məhdudiyyətini həyata keçirmə instrumentlər olmalıdır.
Biz burada İsrail təcrübəsindən yararlana bilərik. Nədir bu təcrübə? İsraildə sosial şəbəkələr, məsələn, Burkina Faso, Myanma və yaxud da Birma haqqında istədiyinizi yaza bilərsiniz. Myanma, Birma eyni ölkədir, amma Birma onun əvvəlki adıdır. Fəqət İsrail barəsində nə yazsanız, İsraildə yaradılmış Penelope adlı bir sistem var. Ona Spider idi əvvəlki adı, örümçək, indi Penelope deyirlər. O dərhal tutur və xəbərin altında yazır ki, bu İsrailin və İsrail xalqının mənafələrinə ziddir. Wi-Fi kəsilib. İsrail belə olanda xüsusi proqramları var, ad çəkməyim, reklam olmasın. O proqramlar vasitəsilə 100 metr, 200 metr, 1 kilometr məsafəyə GPS siqnallar vasitəsilə xəbərləşməni təmin edir. İnternet yox da bu adamlar bir-birinə məlumat ötürürlər, şəkil ötürürlər, video ötürürlər. İnternetsiz, internet yoxdur. Əsas məsələ GPS-dir. GPS, yəni geo-mövqeləşdirmə, geo-pozisionirmini kimdədirsə, odur hakim. Ona görə Çinlilər Baydu sistemini yaratdılar. GPS-dən ayrıldılar özlərini. Və bütün hərbi, interneti, hər şey Bayduya bağlıdır. Lokasiya sistemi, peyklər. Daha sonra Rusiya ayıldı, GLONASS sistemini yaratdı və lağa qoyurlar, təqib edirlər, çünki rəqib yaranıb baxır. Azərbaycan isə GPS-lə işləyir. Təhlükə internetin qapadılması deyil. Təhlükə GPS qapadılanda biz müharibə aparırıq, GPS bağlandı. Nə edəcəyik? Bu GPS-i bağlamışlar yeri gəlmiş 44 gün müharibədə. Həm bağlamışlar, həm də səhv eləmişlər. Hə. 500 metr. Bu raket yayılır. Yəni bu böyük bir fəlakət. Su anbarı daşa bilər, metro partlaya bilər, gəmilər çevrilə bilər, güllələr. İsraildə GPS-i müdaxilə eləmişdi. İran İsrailin Magen Dad raketi qalxıb özünü vurmuşdu. Hədəf kimi Təl-Əvivi göstərmişdilər ona. Biz gəlin hadisələri sanatsiyasını və sonra konstatasiyasını apardıq. Okey. Bildik nədir? Şikayət eləmək, nəyin nə olduğunu demək asandır. Çıxış yolu nədədir? 1. Ənənəvi media artıq ölməkdədir. Maksimum 5 ildən sonra telekanallar artıq arxivə qoşulmasa da qəzetlərin gününə artıq ona gedir. Belə də biz nə etməliyik? Bu dəqiqə Qərb jurnalistikası fakt jurnalistikasından emosional jurnalistikaya keçib. Çoxdan keçiblər. Ona görə Wall Street Journal, Foreign Policy'dir və bütün məşhur saytlar hamısı pullu sistemə keçib. Paid news, pullu xəbər, bilirsiniz də. Wall Street Journal'da heç bir xəbəri siz yaxşı məqaləni pulsuz oxuyanmazsınız. Maksimum ayda bir məqalə pulsuzdur. Maksimum. Və emosional jurnalistika lazımdır. Xəbər hər yerdə var. Açıram Azərtacda var, Trenddə də var, Reportda da, APA-da. Mənə o xəbər lazımdır. Niyə? Məsələn, götürək, Yavada zəlzələ oldu. Və yaxud İndoneziyada, və yaxud da ölkənin hər hansı bir yerində. O zəlzələ videosu dərhal çəkilir TikToka, Instagrama, sosial şəbəkələrə yayılır. Ukrayna raketdən vuruldu. Video dərhal yayılır. Bu fakt xəbərçiliyidir. Emosional xəbərçilik, o partlayışda zərər çəkən adamın danışması, ailəsi, övladı, o yadda qalır. Emosional xəbər yadda qalır. Quru xəbər yadda qalmır. Cəmiyyətin, insanların, əhalinin doğru düzgün məlumatlarla təmin olunması istiqamətində mən hesab edirəm ki, həm yerli telekanalların, həm yerli media qurumlarının, agentliklərin, saytların, portalların, hətta qəzetlər baxmayaraq ki, artıq tənəzzülə uğramaq üzrədirlər. Bütün bu sadalanan qurumların çox böyük rolu var. Azərbaycana qarşı aparılan hibrid savaş illər öncə daha çox düşmənçilik, qərəzli mövqeyi ilə seçilirdi. Deyək, işğal dövründə, elə müharibə dövründə də biz Azərbaycana qarşı həyata keçirilən bu savaşı daha çox Avropadan, Qərbdən, Rusiyanın özündən də bir çox düşmən ölkələrdən daha çox insanların, hansısa bir siyasilərin, ictimai-siyasi xadimlərin, parlament üzvlərinin Avropa səviyyəsində, Qərb səviyyəsində müəyyən o qaralama kampaniyasını görürdük. Amma zaman keçdikcə həmən dairələr gördülər ki, Azərbaycana qarşı bu təzyiq işləmir. Çünki Azərbaycan o qətiyyətli mövqeyin üzərində həmişə dayanır və Azərbaycan cəmiyyətində də böyük ajitaj yaratmır bu qarayaxma kampaniyası. Ondan sonra nə etdilər? Keçdilər hibrid savaşa. Süni intellekt vasitəsilə
həyata keçirməyə başladılar. Bu da əlbəttə ki, təhlükəli bir tendensiyadır. Amma mən hesab etmirəm ki, Azərbaycan əhalisinin böyük əksəriyyəti bu süni intellektlə hazırlanan və yaxud da hibrid savaşlara inansınlar. Xeyr, heç də belə deyil. Ola bilər ki, cəmiyyətin müəyyən zümrəsi, müəyyən o belə deyək, daha çox məlumatsız belə deyək, kəsimi hər hansısa bir bu saxta xəbərlərə inansınlar. Bu da müvəqqətidir. O da müvəqqətidir. Və gələcəkdə də süni intellekt vasitəsilə Azərbaycana qarşı hər hansısa bir təhlükəli nələrsə hazırlanarsa, cəmiyyət artıq buna hazırdır. Yəni bu məsələləri ayırd eləyə bilir. Burada medianın da üzərinə çox böyük yük düşür. Çünki media qurumları doğru düzgün nə qədər informasiya versələr, bir o qədər cəmiyyət inanmış olur. Yəni və cəmiyyətimiz də yaxşı olar ki, maariflənsin və bizim də əsas məqsədimiz ondan ibarətdir ki, bugün Azərbaycan ictimaiyyətini, Azərbaycan cəmiyyətini, sıradan vətəndaşları, sadə vətəndaşları daim maarifləndirək ki, bu cür xəbərlərə inanmasınlar və daha çox rəsmi xəbərlərə üstünlük versinlər. Bu, mən hesab edirəm ki, bizim ümumilikdə apardığımız bu layihələri, reallaşdırdığımız layihələr və cəmiyyətin maarifləndirilməsi istiqamətində həyata keçirdiyimiz bu cür görüşlər, bu cür çıxışlar, danışıqlar, təbii ki, bu bizim çıxışlarımız həm yazılı formada, həm video formatında saytlarımızda da yayımlanacaq və insanlar nə qədər bu cür çıxışlara, bu cür fikirlərə qulaq assalar, maariflənsələr, bir o qədər saxta xəbərlərə qarşı daha ayıq-sayıq ola bilərlər. Hər birinizə təşəkkürümü bildirirəm. Gəldiyiniz üçün çox maraqlı müzakirəmiz oldu. Həqiqətən də bu günləri informasiya savaşı, eyni zamanda sosial şəbəkələr dövrümüzün yeni həm bəlasına, həm də bir növ mübarizəsinə çevrilir və bu mübarizədə ümidlərimiz ondan ibarətdir ki, daha da ayıq, sayıq və daha da ciddi şəkildə biz çalışmalıyıq, bir araya toplanmalıyıq və nəinki bu masa arxasında, hətta bunu artıq beynəlxalq səviyyəyə qaldırmalı və beynəlxalq ekspertlərlə də bunun müzakirələrini aparmalı və öyrənməliyik. Çox sağ olun, təşəkkürlər.